Yola uğurlu bir açılışla çıxırıq. Baş komandanı məhv etdik. Nüvə bombalarının hazırlanmasında iştirak edən böyük alimləri vurduq. Nüvə obyektlərini hədəfə aldıq. Biz nəticələr əldə edirik. İranın ölən yüksək səviyyəli rəsmi şəxsləri, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və Sepah komandanı general-mayor Hüseyn Salamidir. Üstəlik, ali rəhbər Seyid Əli Xamneyinin müşaviri Əli Şəmxani də İsrailin zərbəsi nəticəsində ağır yaralanıb. Eyni zamanda hava zərbələri İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançının da ölümünə səbəb olub. Baş verənlərlə bağlı Tehranda, televiziyada ali rəhbərin xalqa müraciəti oxunub. Böyük İran xalqı. Siyonist rejim bu səhər sevimli məmləkətimizə öz çirkin və qanlı əlini uzadıb və yaşayış mərkəzlərini hər zaman olduğundan daha çox vurmaqla öz şər xislətini üzə çıxarıb. Rejim ağır cəza gözləməlidir. İslam Respublikasının silahlı qüvvələrinin qüdrətli əli onları rahat buraxmayacaq. Düşmən hücumlarında bir neçə komandir və elm xadimi şəhid oldu. Onların davamçıları və həmkarları dərhal öz vəzifələrinə davam edəcəklər. Siyonist rejim bu cinayətlə özü üçün acı, ağrılı aqibət hazırladı və bu mütləq olacaq. Diqqət edin, vəziyyət o qədər gərgin oldu ki, Xamenei İsrailin hücumları zamanı özü kamera qarşısına çıxaraq xalqa müraciət etmədi. Bəyanatı səsləndirildi. İran Xarici İşlər Nazirliyi isə məlumat yaydı ki, İrana qarşı hücumun təhlükəli və geniş miqyas nəticələri İsrail və onun tərəfdarlarının üzərinə düşəcək. Əlavə edilib ki, İsrail Amerika Birləşmiş Ştatlarının koordinasiyası və icazəsi olmadan İrana hücumlar edə bilməzdi. Birləşmiş Ştatların dövlət katibi isə paylaşımında bildirib ki, İsrailin İrana hücumlarında iştirak etmirik. Maraqlıdır ki, hücumlar Amerika Birləşmiş Ştatları İran nüvə danışıqlarının növbəti raunduna bir neçə gün qalmış baş verdi. İranlıların qarşılarında yaxşı seçimlər yoxdur. İranda qorxu ondan ibarətdir ki, əgər onlar bu zərbələrə cavab verməsələr, İsraillilər tərəfindən daha çox zərbə alacaqlar. Qisas almamaq İsrailliləri cəsarətləndirər. Eyni zamanda bunun İsraillilər üçün yem olduğunu başa düşürlər. Çünki İsrailin çalışdığı əsas şey Birləşmiş Ştatlar və İran arasında diplomatik əlaqələri pozmaqdır. Amma unutmaq olmaz ki, Birləşmiş Ştatlar prezidenti paylaşımında bildirmişdi ki, İran böyük ölkə ola bilər, lakin əvvəlcə nüvə silahı əldə etmək ümidlərindən tamamilə əl çəkməlidirlər. İsrailin hücumlarından sonra isə Trump dedi ki, İran hücum edərsə, Birləşmiş Ştatlar İsraili müdafiə edəcək. Baş nazir Benjamin Netanyahu da bildirib ki, son illərdə İran 9 atom bombası əldə etmək üçün kifayət qədər zənginləşdirilmiş uran istehsal edib. Əgər onlar dayandırılmasa, çox qısa müddətdə nüvə silahı istehsal edilə bilər. Təbii ki, İran da uranın yalnız dinc məqsədlər üçün istifadə edildiyinə israr edir. Bu məqamda sual yaranır ki, İsrailin zərbələri ilə İranın nüvə obyektləri dağıdılıbmı? Times of Israel xəbər verdi ki, İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirmək üçün 200 təyyarə cəlb edib. Onlar təxminən 100 hədəfə 330-dan çox döyüş sursatı atıblar. Lakin İran hökuməti Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirib ki, bu şəhər atom elektrik stansiyasına hücum edilməyib və Natanzdakı obyektdə radiasiya artımı müşahidə olunmayıb. Məlumatı qurumun sədri Rafael Grossi açıqlayıb. İsrailin özündə isə İranın mümkün cavab zərbələrinə hazırlıqlar görülüb. Bütün qurumlar, yeraltı xəstəxanalar hazır vəziyyətə gətirilib. Təcili yardım və qan bankları İsrailin İrandakı hücumlarından sonra ən yüksək hazırlıq səviyyəsindədir. Bütün əhaliyə daxili cəbhə komandanlığının verdiyi göstərişlərə əməl etməyi tövsiyə edirik. Həmçinin yemək və suyunuzla bağlı problem yaranarsa 101-ə zəng edin. İsrail İrana qarşı əməliyyatı yüksələn aslan adlandırıb. Yəni, aslan kimi ayağa qalxan İsrail xalqı. Bu məqamda qədim İran tarixinə aid Persepolisdə belə bir abidə yada düşür. Həmin təsvirdə Şəhriyar Şah qanadlı aslanla döyüşür. Bu, o vaxt Yunanlara qarşı döyüşlərdə üsyanların yatırılmasında şahın qüdrətini göstərmək üçün idi. Maraqlıdır, indi Şəhriyar kim olacaq? Cavab hansı formada veriləcək? Çünki İranda artıq qisas bayrağı qaldırılıb.